Qoç. Martın bugünü daxili enerjinizin pik həddə çatdığı, lakin bu gücü idarə etməkdə çətinlik çəkə biləcəyiniz bir dönəmi işarə edir. İş həyatınızda liderlik keyfiyyətləriniz ön plana çıxsa da, həmkarlarınızla ünsiyyətdə sərt tonda danışmaqdan qaçmalısınız. Layihələrinizdəki kiçik ləngimələr sizi ruhdan salmasın, çünki bu fasilələr əslində strateji bir yenilənmə üçün fürsətdir. Maddi məsələlərdə impulsiv alış-verişlərdən uzaq durmaq büdcənizin sabitliyini qoruyacaq. Uzun müddətdir planlaşdırdığınız investisiya addımını atmazdan əvvəl rəqəmləri bir daha gözdən keçirməyiniz məsləhətdir. Şəxsi münasibətlərdə partnyorunuzun sizdən gözlədiyi tək şey diqqət və səmimi bir söhbətdir. Subay qoçlar üçün köhnə bir tanışla gözlənilməz qarşılaşma köhnə hissləri alovlandıra bilər. Psixoloji olaraq özünüzü gərgin hiss etsəniz, fiziki aktivliklə bu enerjini müsbətə doğru yönləndirin. Ətrafınızdakı insanların rəylərinə qarşı həddindən artıq həssaslıq göstərmək sizi əsl hədəflərinizdən yayındıra bilər. Gözlənilməz bir xəbər planlarınızı anidən dəyişməyə məcbur etsə də, buna çevik reaksiya verməyi bacaracaqsınız. Sosial çevrənizdə nüfuzunuzun artacağı, sözünüzün keçərli olacağı bir mühit yaranır. Səhhətinizlə bağlı kiçik siqnalları görməzdən gəlməyin, bədəninizin istirahət tələbinə qulaq asın. Özünüzə inamınızın yüksək olması riskli addımlar atmağa sövq etsə də, məntiqlə duyğu arasındakı balansı qorumalısınız. Həyatınızdakı xaosu nizama salmaq üçün ən uyğun zamandasınız. Başqalarının problemlərini öz çiyninizə yükləməkdən vaz keçin. Günün ikinci yarısında tək qalmaq və daxili dünyanızla hesablaşmaq sizə aydınlıq gətirəcək. Yaratdığınız hər bir dəyərin qarşılığını tezliklə alacağınıza əmin olun. Səbirli olmaq bu dövrün ən böyük sınağıdır. Ünsiyyətdə olduğunuz insanların gizli niyyətlərini sezmək qabiliyyətiniz artacaq. Yeni bir hobbi və ya maraq sahəsi daxili dünyanızdakı boşluğu doldurmağa kömək edə bilər. Buğa. Sabitlik və rahatlıq axtarışınızın ön plana çıxdığı, eyni zamanda komfort zonanızdan çıxmaq üçün kainatın sizi itələdiyi bir gün yaşanır. Karyeranızda rəhbərliklə aparacağınız müzakirələr gələcək vəzifə artımınız üçün zəmin hazırlaya bilər. Maddi mövzularda ehtiyatlı davranmaq sizin təbiətinizdə olsa da, bəzən keyfiyyətli dəyişikliklər üçün xərc çəkməkdən qorxmamalısınız. Bank əməliyyatları və ya sənədləşmə işlərində diqqətli olmaq sizi gələcək baş ağrılarından xilas edəcək. Sevgi həyatınızda sükutun hökm sürməsi fırtınadan əvvəlki sakitlik deyil, əksinə qarşılıqlı güvənin göstəricisidir. Əgər münasibətinizdə qeyri-müəyyənlik varsa, dürüst bir söhbət bütün düyünləri açacaq. Dostlarınızla keçirəcəyiniz zaman sizə ehtiyacınız olan mənəvi dəstəyi verəcək. Daxili dünyanızda baş qaldıran narahatlıqları meditasiya və ya təbiətdə vaxt keçirməklə yatıra bilərsiniz. Kiməsə borc vermək və ya zamin durmaq üçün heç də uyğun zaman deyil. Gözlənilməz bir səyahət təklifi gündəminizi tamamilə dəyişə bilər. İş mühitində intriqalardan uzaq durmaq imiciniz üçün vacibdir. Özünüzə olan dəyərinizi başqalarının tərifləri ilə ölçməkdən vaz keçməlisiniz. Estetik zövqünüzün yüksəldiyi bu saatlarda evinizdə və ya ofisinizdə kiçik dəyişikliklər etmək ruhunuza yaxşı təsir edəcək. Sağlam qidalanma rejiminə keçid etmək üçün bədəniniz sizə ciddi siqnallar ötürür. Sosial şəbəkələrdə keçirdiyiniz vaxtı azaldaraq real əlaqələrə fokuslanın. Keçmişdə yarımçıq qalmış bir işin yenidən gündəmə gəlməsi sizi məşğul edə bilər. Hər kəsə kömək etməyə çalışarkən öz ehtiyaclarınızı unutmağınız yorğunluğa səbəb olur. Həyatın dadını çıxarmaq üçün böyük səbəblər axtarmayın, kiçik anların qiymətini bilin. Planlarınızın pozulması sizi qəzəbləndirməsin, bəlkə də daha yaxşı bir fürsət qapıdadır. Daxili səsinizə güvənin, o sizi heç vaxt yanıltmır. Motivasiyanızı artırmaq üçün uğurlarınızı vizuallaşdırmağa çalışın. Əkizlər. Zehni fəaliyyətinizin və intellektual potensialınızın zirvəyə çatdığı, eyni zamanda diqqətinizin asanlıqla dağıla biləcəyi bir atmosfer mövcuddur. İş yerində eyni anda bir neçə tapşırığı yerinə yetirmək bacarığınız rəhbərliyin diqqətindən qaçmayacaq. Lakin detallara fikir verməmək sonda ciddi səhvlərə yol aça bilər, ona görə də tələsməməyə çalışın. Maliyyə məsələlərində yeni gəlir mənbələri haqqında düşünmək və ya əlavə iş imkanlarını dəyərləndirmək üçün əla fürsətdir. Xərclərinizi idarə etmək üçün konkret bir plan qurmağınızın vaxtı çoxdan çatıb. Sevgi münasibətlərində partnerinizlə eyni dildə danışmaqda çətinlik çəkə bilərsiniz, səbirli olun. İnciklikləri uzatmadan yumor hissinizdən istifadə edərək gərginliyi azaldın.
Yalnız olan əkizlər üçün intellektual səviyyəsi yüksək olan biri ilə tanışlıq ehtimalı olduqca yüksəkdir. Sosial çevrənizdə yeni tanışlıqlar sizə gözlənilməz qapılar aça bilər. Psixoloji olaraq dəyişkən ruh halınız ətrafınızdakiları bir qədər çaşdırsa da, bu sizin yaradıcı enerjinizin bir hissəsidir. Qərarsızlıq yaşadığınız anlarda ən sadə varianta üstünlük vermək həmişə işə yarayır. Texnoloji cihazlarla bağlı nasazlıqlar və ya məlumat itkisi ilə qarşılaşmamaq üçün ehtiyatlı olun. Sözlərinizin gücünü dərk edin, o bugün dediyiniz bir kəlmə kiminsə həyatında böyük bir dönüş nöqtəsi ola bilər. Özünüzü inkişaf etdirmək üçün onlayn kurslar və ya kitablar ən yaxşı dostunuz olacaq. Başqalarının dedikodularına qoşulmaq enerjinizi aşağı salmaqdan başqa bir işə yaramayacaq. Sağlamlıq baxımından tənəffüs sisteminizə və yuxu rejiminizə xüsusi diqqət yetirməlisiniz. Köhnə sənədləri qaydaya salmaq və ya rəqəmsal təmizlik etmək fikirlərinizi də təmizləyəcək. Həyatın sizə təqdim etdiyi təsadüflərin arxasındakı məntiqi görməyə çalışın. Hər hansı bir müqavilə imzalamazdan əvvəl kiçik hərflərlə yazılanları oxumağı unutmayın. Özünüzü ifadə etmək üçün incəsənətin hər hansı bir növünə müraciət edə bilərsiniz. Enerjinizi boş mübahisələrə deyil, gələcək hədəflərinizə yönəldin. Hər şeyin eyni anda baş verməsini istəmək sizi yora bilər, prosesdən zövq almağı öyrənin. Xərçəng. Emosional dünyanızın qabarma və çəkilmələr yaşadığı, daxili instinktlərinizin isə heç olmadığı qədər itiləşdiyi bir atmosfer hökm sürür. İş mühitində rəqabətdən çox, əməkdaşlığa və komanda ruhuna ehtiyac duyduğunuzu hiss edəcəksiniz. Layihələrinizdə yaradıcı yanaşma nümayiş etdirmək sizi həmkarlarınızdan bir addım öndə tutacaq. Maddi məsələlərdə ailə üzvləri ilə ortaq bir qərara gəlmək, gələcək maliyyə təhlükəsizliyiniz üçün mühüm əhəmiyyət kəsb edir. Köhnə borcların qaytarılması və ya gözlənilməz kiçik bir gəlir büdcənizə nəfəs aldıracaq. Sevgi münasibətlərində qarşı tərəfin hisslərinə qarşı həddindən artıq həssaslıq nümayiş etdirməyiniz bəzən öz ehtiyaclarınızı arxa plana atmağınıza səbəb ola bilər. Subay xərçənglər üçün keçmişdən gələn bir ismarış daxili aləmdə biraz qarışıqlıq yaratsa da, məntiqli qərar vermək ən doğrusudur. Psixoloji cəhətdən evinizdə keçirəcəyiniz sakit saatlar və ya sevdiyiniz bir yeməyi hazırlamaq sizə terapiya effekti verəcək. Sosial əlaqələrdə hər kəsə güvənmək əvəzinə sınaqdan keçmiş dostlarınızın məsləhətlərinə qulaq asın. Gözlənilməz məişət problemləri və ya texniki nasazlıqlar planlarınızı bir qədər ləngidə bilər, lakin bu vəziyyətə səbrlə yanaşmalısınız. Özünüzü ifadə edərkən dolayısı yollardan deyil, birbaşa və səmimi ünsiyyətdən istifadə etməyiniz anlaşılmazlıqların qarşısını alacaq. Karyerada yeni bir təklif alarkən hisslərinizlə yanaşı, rəqəmləri də analiz etməyi unutmayın. Sağlamlıq baxımından mədə-bağırsaq sisteminizə diqqət yetirməli və stresli mühitlərdən qaçmalısınız. Motivasiyanızı artırmaq üçün uşaqlıq xəyallarınızı xatırlamaq və onlardan birini reallaşdırmaq üçün kiçik bir addım atmaq faydalı olar. Başqalarının mənfi enerjisini özünüzə çəkməmək üçün daxili bir qoruyucu sədd qurun. Günün ikinci yarısında alacağınız bir xəbər uzaq səfərlər və ya təhsil planları ilə bağlı yeni qapılar aça bilər. Həyatınızdakı artıq yük olan əşyalardan və ya insanlardan qurtulmaq üçün energetik bir təmizlik vaxtıdır. Özünüzə vaxt ayırmaq bədbinlik deyil, özünü bərpa etməyin ən sağlam yoludur. Qarşılaşdığınız çətinlikləri bir dərs kimi qəbul etsəniz, gələcəkdə daha güclü olacaqsınız. Hər şeyin öz vaxtında baş verəcəyinə inanın və axınla hərəkət etməyi sınayın. Şiir. Özünüzü səhnənin mərkəzində hiss etmək istədiyiniz, yaradıcılığınızın və yaşamaq eşqinizin parladığı bir zaman kəsiyidir. Peşəkar fəaliyyətinizdə özünə inamlı çıxışlarınız və təqdimatlarınız rəhbərliyin yüksək rəğbətini qazanmağa kömək edəcək. İş yerində yaranan gərginlikləri yumor və xarizmanızla həll etmək bacarığınız ətrafdakıların sizə olan heyranlığını artıracaq. Maddi cəhətdən lüksə və keyfiyyətə olan meyliniz büdcənizdə müvəqqəti boşluqlar yarada bilər, odur ki, xərclərinizə nəzarət etməlisiniz. Uzun müddətli investisiya planları üçün bazar araşdırması etmək və mütəxəssis rəyi almaq gələcəkdə böyük dividendlər vəd edir. Sevgi həyatınızda ehtiras və romantikanın artdığı bir dövrdür, lakin partnyorunuzun da parlamasına icazə verməlisiniz. Subay şirlər üçün parlaq bir şəxsiyyətlə tanışlıq həyat eşqinizi 2 qat artıra bilər. Psixoloji olaraq tərifi sevsəniz də tənqidlərə qarşı dözümlü olmağı öyrənməyiniz şəxsi inkişafınız üçün mühümdür. Sosial mühitlərdə liderlik etmək və ya bir tədbir təşkil etmək üçün enerjiniz kifayət qədər yüksəkdir.
Gözlənilməz bir zəng və ya dəvət planlarınızı alt-üst etsə də, bu dəyişiklik sizə yeni və maraqlı imkanlar qazandıracaq. Sağlamlıq baxımından onurğa və ürək-damar sisteminizi qorumalı, həddindən artıq fiziki yükdən qaçmalısınız. Ətrafınızdakı insanların problemlərini həll etməyə çalışarkən öz daxili rahatlığınızı qurban verməyin. Özünüzü təsdiq etmək üçün kiməsə nəyisə sübut etməyə ehtiyac yoxdur, sadəcə özünüz olun. Motivasiyanızın düşdüyü anlarda keçmiş uğurlarınızın siyahısına nəzər salın. Karyerada rəqiblərinizin hərəkətlərini səssizcə izləmək sizə strateji üstünlük verəcək. Dostlarınızla bölüşəcəyiniz sirlər münasibətlərinizi daha da möhkəmləndirə bilər. Hər hansı bir riskə girməzdən əvvəl B planınızın olduğundan əmin olun. Həyatın sizə təqdim etdiyi şansları qürurunuz səbəbindən geri çevirməyin. Maddi qazanclarınızı xeyriyyəçilik və ya başqalarına əl tutmaq üçün istifadə etmək daxili dünyanızı zənginləşdirəcək. Yaradıcılığınızı ifadə edə biləcəyiniz yeni bir platforma və ya layihə axtarışına çıxın. Qız. Analitik düşüncə tərzi və detallara olan sarsılmaz diqqətinizin hər zamankından daha çox tələb olunduğu bir gündəsiniz. İş həyatınızda dağınıq görünən prosesləri sistemləşdirmək və səmərəliliyi artırmaq üçün əla imkanlar yaranacaq. Həmkarlarınızın gözündən qaçan xırda səhvləri aşkar etməyiniz sizi əvəzolunmaz bir mütəxəssis kimi göstərəcək. Maddi məsələlərdə qənaətcil yanaşmanız sayəsində gələcək üçün stabil bir zəmin yarada bilirsiniz. Bu aralar lazımsız xərclərdən qaçmaq və borcları nizama salmaq daxili hüzurunuzu təmin edəcək. Sevgi münasibətlərində partnyorunuzdan çox böyük gözləntilər daxilində olmaq xırda məyusluqlara yol aça bilər, insanları olduğu kimi qəbul etməyə çalışın. Subay qızlar üçün iş mühitində və ya rəsmi bir görüşdə ciddi bir münasibətin təməli qoyula bilər. Psixoloji olaraq hər şeyi mükəmməl etmək istəyi sizi yora bilər, buna görə də bəzən kifayət qədər yaxşı prinsipi ilə hərəkət edin. Sosial əlaqələrdə tənqidi tonda danışmaqdan qaçın, çünki bu yaxınlarınızla aranızda soyuqluq yarada bilər. Gözlənilməz bir xəbər və ya məlumat sizi araşdırma aparmağa və həqiqətin izinə düşməyə vadar edəcək. Sağlamlığınızla bağlı profilaktik müayinələrdən keçmək və ya pəhrizinizi nəzərdən keçirmək üçün ideal vaxtdır. Özünüzü daha enerjili hiss etmək üçün bitki çayları və təbii qidalar köməyinizə çatacaq. Motivasiyanızı artırmaq üçün iş masanızda və ya yaşadığınız yerdə tam bir nizam yaradın. Karyeranızda yeni bacarıqlar öyrənmək üçün müraciət etdiyiniz kurslar və ya seminarlar tezliklə bəhrəsini verəcək. Ətrafınızdakı xaosa baxmayaraq, soyuqqanlılığınızı qorumaq bacarığınız sizə olan hörməti artırır. Hər hansı bir qərar verməzdən əvvəl bütün lehinə və əleyhinə olan arqumentləri yazılı şəkildə qeyd edin. Dostlarınızın daxili sıxıntılarını dinləmək və onlara məntiqli çıxış yolları göstərmək üçün münasib zamandır. Özünüzə qarşı daha şəfqətli olmağı və uğurlarınızı kiçik olsa belə qeyd etməyi unutmayın. Tərəzi. Daxili müvazinətinizi qorumaq və ətrafınızdakı mühiti harmoniyaya salmaq üçün güclü bir istək duyduğunuz dövrdəsiniz. İş həyatınızda diplomatik bacarıqlarınız sayəsində həlli qeyri-mümkün görünən münaqişələri asanlıqla yoluna qoyacaqsınız. Karyeranızda yeni tərəfdaşlıqlar və ya müqavilələr üçün hüquqi məsələləri dərindən araşdırmaq gələcək riskləri minimuma endirəcək. Maddi məsələlərdə estetik və gözəllik üçün xərcləmək istəyiniz artsa da, büdcə planlamasından kənara çıxmamağınız məsləhətdir. Gözlənilməz bir qazanc və ya köhnə bir alacağın geri qaytarılması sizi sevindirə bilər. Sevgi münasibətlərində qarşılıqlı güzəştə getmək və partnyorunuzun baxış bucağını anlamağa çalışmaq bağlarınızı daha da möhkəmləndirəcək. Subay tərəzilər üçün sosial bir mühitdə yarana biləcək yeni tanışlıq uzun müddətli və ciddi bir münasibətin başlanğıcı ola bilər. Psixoloji olaraq qərarsızlıq sizi yora bilər, buna görə də vacib seçimləri günün ilk yarısında etməyə çalışın. Sosial əlaqələrdə ədalətli mövqe nümayiş etdirməyiniz ətrafınızdakıların sizə olan etibarını daha da artıracaq. Gözlənilməz bir dəvət və ya tədbir planlarınızda müsbət dəyişikliklərə səbəb ola bilər. Sağlamlıq baxımından böyrək və bel nahiyənizə diqqət yetirməli, bol su içməyi unutmamalısınız. Motivasiyanızı yüksəltmək üçün incəsənətlə məşğul olmaq və ya sərgi ziyarət etmək ruhunuza çox yaxşı təsir edəcək. İş yerində rəqabətdən uzaq durub öz fərdi inkişafınıza fokuslanmaq sizə daha çox qazandıracaq. Ətrafınızdakı bəzi insanların sizdən istifadə etməsinə icazə verməmək üçün yox deməyi öyrənməlisiniz. Evinizdə rahatlıq yaratmaq üçün kiçik dekorasiya dəyişiklikləri etmək zehni yorğunluğunuzu alacaq. Dostlarınızla edəcəyiniz səmimi bir söhbət sizə fərqli perspektivlər qazandıracaq.
Hər hansı bir sənədi imzalamazdan əvvəl şərtləri bir neçə dəfə oxuduğunuzdan əmin olun. Həyatınızın bu mərhələsində səbirli olmaq ən böyük silahınızdır. Daxili səsinizin pıçıltılarını dinləyin, o sizi ən doğru qərara yönəldəcək. Özünüzə olan inamınızı sarsıdan hər növ toksik münasibətdən uzaqlaşmaq vaxtıdır. Kiçik addımlarla böyük hədəflərə doğru irəlilədiyinizi unutmayın. Gələcəklə bağlı qayğıları kənara qoyub anın dadını çıxarmağa çalışın. Əqrəb, hisslərinizin dərinləşdiyi və gizli qalan məlumatların üzə çıxdığı transformasiya dolu bir gün keçirirsiniz. Karyeranızda strateji gedişlər etmək və rəqiblərinizdən gizli planlar qurmaq üçün intuisiyanız sizə yol göstərəcək. İş mühitində səthi söhbətlərdən qaçıb məsələlərin kökünə enmək bacarığınız rəhbərliyin diqqətini cəlb edəcək. Maddi məsələlərdə ortaq investisiyalar, miras və ya sığorta işləri ilə bağlı müsbət xəbərlər ala bilərsiniz. Pullarınızı necə idarə etmək barədə daxili bir yenilənməyə ehtiyacınız var, köhnəlmiş üsullardan əl çəkin. Sevgi həyatınızda ehtiras və emosional dərinlik ön plana çıxır, partnyorunuzla ruhsal bir bağ qurmaq istəyəcəksiniz. Subay əqrəblər üçün sirli və cəlbedici bir şəxslə qarşılaşma ehtimalı olduqca yüksəkdir. Psixoloji olaraq özünüzü yeniləmək üçün daxili dünyanıza səyahət etməli və qorxularınızla üzləşməlisiniz. Sosial çevrənizdə kimin həqiqi dost, kimin isə sadəcə tanış olduğunu ayırd etmək üçün əla fürsətdir. Gözlənilməz bir sirrin açılması və ya bir həqiqətin üzə çıxması bəzi planlarınızı yenidən nəzərdən keçirməyə vadar edəcək. Sağlamlıq baxımından reproduktiv sistemə və ümumi enerji balansınıza diqqət yetirməyiniz vacibdir. Motivasiyanızı qorumaq üçün özünüzü hər hansı bir işə tam həsr etməli və yarımçıq heç nə saxlamamalısınız. İş yerində güc mübarizələrinə girməkdən çəkinin, səssiz gücünüz daha təsirli olacaq. Özünüzü ifadə edərkən çox sirli qalmaq anlaşılmazlıqlara səbəb ola bilər, biraz açıq olun. Həyatınızdakı lazımsız vərdişlərdən qurtulmaq üçün iradənizi nümayiş etdirməyin əsl vaxtıdır. Başqalarının problemlərini həll edərkən öz enerjinizi tamamilə tükətməməyə çalışın. Gözlənilməz bir maliyyə təklifi alsanız, dərhal qərar verməyin, detalları dərindən araşdırın. Daxili gücünüzün fərqinə varın və çətinliklərin sizi necə böyütdüyünü görün. Köhnə bir düşmənliyin sona çatması və ya bağışlamaq hissi sizi mənəvi olaraq azad edəcək. Yuxularınızın mesajlarına diqqət yetirin, onlar sizə vacib ipuçları verə bilər. Hər şeyi idarə etmək istəyindən əl çəkin və həyatın axınına biraz güvənin. Yaradıcı potensialınızı üzə çıxaracaq gizli bir hobbi ilə məşğul olmaq sizə zövq verəcək. Ox atan. Üfüqlərinizin genişləndiyi, yeni biliklər və təcrübələr qazanmaq həvəsinizin artdığı bir dövrdəsiniz. Karyeranızda beynəlxalq əlaqələr, təhsil və ya yayımçılıqla bağlı layihələr uğurla nəticələnə bilər. İş yerində optimist yanaşmanız və uzaqgörənliyiniz komanda yoldaşlarınıza ilham verəcək. Maddi cəhətdən riskli investisiyalardan qaçmalı, lakin yeni biznes ideyaları üzərində ciddi düşünməlisiniz. Pul xərcləyərkən gələcək hədəflərinizi nəzərə alaraq daha təmkinli davranmağınız xeyrinizə olar. Sevgi münasibətlərində azadlıq və müstəqillik ehtiyacınız arta bilər, bunu partnyorunuza düzgün izah etməlisiniz. Subay ox atanlar üçün fərqli mədəniyyətdən olan və ya uzaqdan gələn biri ilə maraqlı bir ünsiyyət başlaya bilər. Psixoloji olaraq macəra ruhunuzun oyanması sizi gündəlik rutinlərdən sıxa bilər, buna görə də qısa gəzintilər planlaşdırın. Sosial əlaqələrdə fəlsəfi söhbətlər etmək və yeni insanlar tanımaq enerjinizi bərpa edəcək. Gözlənilməz bir səyahət xəbəri və ya viza, pasport işləri ilə bağlı müsbət irəliləyişlər gözlənilir. Sağlamlıq baxımından qaraciyər və bud nahiyənizə diqqət yetirməli, aktiv idmanla məşğul olmalısınız. Motivasiyanızı yüksək tutmaq üçün böyük ideallarınızdan və xəyallarınızdan heç vaxt vaz keçməyin. İş mühitində detallara ilişib qalmamaq üçün böyük mənzərəni görməyə çalışın. Özünüzü inkişaf etdirmək üçün yeni bir dil öyrənmək və ya seminarlara qatılmaq üçün mükəmməl zamandır. Ətrafınızdakı insanların negativ fikirlərinə qarşı özünüzü blind etməli və yalnız öz yolunuza baxmalısınız. Həyatın sizə təqdim etdiyi təsadüfi görüşlərin arxasındakı dərsi anlamağa çalışın. Verdiyiniz vədləri yerinə yetirmək üçün zamanınızı düzgün idarə etməlisiniz. Gözlənilməz bir hüquqi məsələ və ya rəsmi sənəd işi sürətlə həll oluna bilər. Daxili azadlığınızı qazanmaq üçün sizi keçmişə bağlayan zəncirləri qırmağa cəsarət edin. Həyatın hər anında bir öyrənmə fürsəti olduğunu unutmayın və marağınızı daim canlı saxlayın. Oğlaq.
Nizam-intizamın və məsuliyyət hissinin həyatınızın hər sahəsində hakim olduğu, gələcək üçün möhkəm təməllər attığınız bir dövrdür. Karyeranızda uzun müddətdir üzərində çalışdığınız layihənin bəhrəsini görməyə başlayacaqsınız, lakin rəhbərliyin gözləntilərinin artması sizi daha çox çalışmağa vadar edə bilər. İş mühitində nüfuzunuzu qorumaq üçün emosiyalarınızı deyil, peşəkarlığınızı ön plana çıxarmalısınız. Maddi məsələlərdə çox ehtiyatlı və strateji davranmaq vaxtıdır, xüsusilə daşınmaz əmlak və ya uzun müddətli əmanətlərlə bağlı qərarlar vermək üçün uyğun zamandır. Şəxsi büdcənizi idarə edərkən kiçik qənaətlərin böyük nəticələr verəcəyini unutmayın. Sevgi münasibətlərində ciddiyyət və sədaqət sizin üçün hər şeydən önəmlidir, lakin partnyorunuza qarşı biraz daha yumşaq və romantik davranmaq münasibətin rəngini dəyişə bilər. Subay oğlaqlar üçün yaşca böyük və ya təcrübəli bir şəxslə maraqlı bir ünsiyyət başlaya bilər. Psixoloji olaraq üzərinizə götürdüyünüz yüklər sizi yora bilər, buna görə də hər şeyi tək başına həll etmək məcburiyyətində olmadığınızı dərk edin. Sosial əlaqələrdə daha seçici davranmağınız enerjinizi qorumağa kömək edəcək. Gözlənilməz bir ailəvi məsələ və ya köhnə bir öhdəlik gündəminizi qısa müddətli dəyişə bilər. Sağlamlıq baxımından sümüklərinizə, dişlərinizə və oynaqlarınıza xüsusi diqqət yetirməli, kalsium balansını qorumalısınız. Motivasiyanızı yüksək tutmaq üçün qısa və uzun müddətli hədəflərinizi kağıza tökün. İş yerində yaranan bürokratik maneələr səbrinizi sınağa çəksə də, soyuqqanlılığınız sizi qalib edəcək. Başqalarının sizin haqqınızda nə düşündüyündən çox, öz daxili prinsiplərinizə sadiq qalın. Həyatın sizə təqdim etdiyi çətinlikləri bir pilləkən kimi görün, hər çətinlik sizi daha yuxarı qaldırır. Dostlarınızla rəsmiyyətdən uzaq, səmimi bir mühitdə vaxt keçirmək zehni yorğunluğunuzu alacaq. Gözlənilməz bir rəsmi sənəd və ya təsdiq xəbəri işlərinizi sürətləndirəcək. Daxili gücünüzə inanın və mükəmməllik axtarışında özünüzü çox hırpalamayın. Yarımçıq qalmış təmir və ya təşkilati işləri tamamlamaq üçün ideal zamandır. Gələcək planlarınızda daha cəsur addımlar atmaqdan qorxmayın. Dolça. Yenilikçi ideyalarınızın və azadlıq sevginizin zirvəyə çatdığı, qəlibləri sındırmaq istədiyiniz bir atmosferdəsiniz. Karyeranızda texnologiya, rəqəmsal layihələr və ya sosial fəaliyyətlərlə bağlı gözlənilməz və cəlbedici təkliflər ala bilərsiniz. İş mühitində vərdiş edilmiş metodlara qarşı çıxmaq və yeni yollar təklif etmək nüfuzunuzu artıra bilər, lakin bunu inkişaf naminə etdiyinizi ətrafınıza düzgün izah etməlisiniz. Maddi məsələlərdə qeyri-adi qazanc yolları və ya dostlarınızla ortaq layihələrdən gələn gəlirlər gündəmə gələ bilər. Pullarınızı xərcləyərkən gələcəyin texnologiyalarına və ya fərdi inkişafınıza yatırım etmək ən ağıllı addım olacaq. Sevgi münasibətlərində partnerinizin sizin fərdi alanınıza hörmət etməsi bu aralar ən böyük tələbinizdir. Subay dolçalar üçün eyni maraq dairəsini paylaşdıqları bir qrupda və ya onlayn platformada maraqlı bir tanışlıq baş verə bilər. Psixoloji olaraq gələcəklə bağlı qayğılar və ya nə olacaq sualı sizi biraz gərginləşdirə bilər, lakin bu sadəcə yaradıcı prosesin bir hissəsidir. Sosial çevrənizdə humanitar layihələrə qoşulmaq və ya kiməsə təmənnasız kömək etmək daxili dünyanızı zənginləşdirəcək. Gözlənilməz bir xəbər və ya texnoloji bir yenilik gündəlik həyat ritminizi tamamilə dəyişdirə bilər. Sağlamlıq baxımından qan dövranına və sinir sisteminə diqqət yetirməli, yuxu rejiminizi qaydaya salmalısınız. Motivasiyanızı artırmaq üçün orijinal və kimsənin etmədiyi bir işlə məşğul olun. İş yerində fərdi uğurdan çox, kollektivin mənafeyini düşünmək sizə daha böyük qapılar açacaq. Başqalarının mühakimələrindən qorxmadan öz orijinallığınızı nümayiş etdirin. Həyatın sizə təqdim etdiyi hər bir qəribə təsadüfün arxasındakı məntiqi anlamağa çalışın. Dostlarınızın sizə olan ehtiyacını görməzdən gəlməyin, bəzən sadəcə dinləmək də bir köməkdir. Gözlənilməz bir səyahət və ya toplantı planı bütün həftənizi rəngləndirə bilər. Daxili azadlığınızı qorumaq üçün sizi sıxan hər növ rutinlərdən varaqlaşın. Yaradıcılığınızı ifadə etmək üçün qeyri-ənənəvi metodlara müraciət edin. Balıqlar. İntuisiyanızın, xəyal gücünüzün və mənəvi dərinliyinizin pik həddə çatdığı, sanki həyatın gizli tərəflərini hiss etdiyiniz bir dövrdür. Karyeranızda yaradıcılıq tələb edən sahələrdə, incəsənət və ya psixologiya ilə bağlı işlərdə böyük uğurlar qazana bilərsiniz. İş mühitində rəqabətdən uzaq durub daxili səsinizə qulaq asaraq hərəkət etmək sizi ən doğru nəticələrə aparacaq. Maddi məsələlərdə biraz dağınıq ola bilərsiniz, buna görə də xərclərinizi mütləq qeydə almağınız və real rəqəmlərlə hərəkət etməyiniz vacibdir.
Gözlənilməz bir mənəvi dəstək və ya hədiyyə özünüzü dəyərli hiss etdirəcək. Sevgi münasibətlərində qarşılıqlı fədakarlıq və ruhsal yaxınlıq ön plana çıxır, partnerinizlə aranızdakı bağın sözlərdən daha dərin olduğunu hiss edəcəksiniz. Subay balıqlar üçün sirli və ya mistik tərəfi olan bir şəxsə qarşı rəğbət oyanması mümkündür. Psixoloji olaraq ətrafınızdakı insanların enerjisindən çox təsirlənə bilərsiniz, ona görə də neqativ mühitlərdən qaçmaq mütləqdir. Sosial əlaqələrdə empatiya qabiliyyətiniz sayəsində hər kəsin daxili sıxıntısını anlayacaq və onlara şəfa verəcək bir söz tapacaqsınız. Gözlənilməz bir yuxu və ya intuisiya sizi mühüm bir səhvdən xilas edə bilər. Sağlamlıq baxımından ayaqlarınıza və immunitet sisteminizə xüsusi diqqət yetirməli, allergik reaksiyalara qarşı ehtiyatlı olmalısınız. Motivasiyanızı yüksək tutmaq üçün yaradıcı layihələrə, musiqiyə və ya dəniz kənarında gəzintiyə vaxt ayırın. İş yerində həddindən artıq fədakarlıq edib özünüzü qurban verməkdən çəkinin, öz sərhədlərinizi çəkməyi öyrənməlisiniz. Başqalarının problemləri içində itib batmayın, öz həyatınızın da bir mərkəz olduğunu unutmayın. Həyatın sizə təqdim etdiyi işarələri oxumağa çalışın, onlar sizi gələcək xoşbəxtliyə hazırlayır. Dostlarınızla keçirəcəyiniz sakit və səmimi axşam yorğunluğunuzu alacaq. Gözlənilməz bir tanışlıq mənəvi dünyanızda yeni bir pəncərə aça bilər. Daxili dünyanızdakı xəzinələri kəşf etmək üçün tənha qalmaqdan qorxmayın. Yarımçıq qalmış incəsənət işlərinizi və ya yazdıqlarınızı tamamlamaq sizə böyük zövq verəcək.